Salam əziz izləyicilər. Bugünkü mövzumuz məntiqdən şifrələr mövzusudur. Şifrələr mövzusunun ilk 15 dənə sualın izahını əvvəlki videoda çəkmişəm. İndi isə növbəti 16-cı sualdan izahına baxaq. Baxıram 16-cı suala. Belə bir şifrələr verilib. Biz birinci fikir verməliyik ki, baxıram 2 dənə təkrar C hərfi var. 2 dənə təkrar Z hərfi var. Fərqli olan bir dənə B hərfidir. Deməli, mən indi rəqəmlərlə də eyni şey axtarmalıyam. Baxmalıyam ki, burada birinci sütunda yerləşən bu ədədlər rəqəmlərdən də birinci sütundakı rəqəmlərə uyğun gələcək. Və birinci sütundakı rəqəmlərdən mənə görüm fərqli olan hansısa lazımdır. Baxıram birinci 7-dən. Təkrar yoxdur. 2 dənə amma 5 var. 2 dənə 3 var. Bir dənə tək olan 7-dir. Deməli, artıq aydındır ki, biz sözünün şifrəsi 783-dür. Onda biz sözün şifrəsini üzərinə yazıram 783. Buradan bizə məlum olur ki, bu hərfinin kodu 7-dir. İ hərfinin şifrəsi 8-dir. Z-in şifrəsi 3-dür. Bizə lazım olan zay sözdür. Z-nın şifrəsini tapmışıq. 3 ilə başlayan. Demək ki, A deyil. 3 ilə başlayanları saxlamalıyam. B ilə D gedir. Zay sözündə baxıram ki, A və Y-nın şifrəsi bizə lazımdır. A ilə Y-nı hardan tapa bilərəm? Baxıram, məsələn, B-nı bilirəm. Əlimdə olan B-dır. B-dan istifadə edib nəyi tapa bilərəm, onu axtarıram. Məsələn, tutaq ki, B, axırı B olan 2 dənə söz var. Zob və cibdə. Yerinə qoyaq da ikisinə də 7 yazıram. 7 yazsaq, baxıram ki, İ'ni də bilirəm 8. Deməli, axırı 8-7 olan cib sözünün şifrəsidir. Axırı 8-7 olan bir dənə baxıram 587 var. Deməli, cibin kodu tapıldı. C hərfi 5 demək. Və salam, davam edirəm. Zob sözünün kodu. Deməli, axırı 7 olan 2 dənə idi. Axı biri 587, biri də 307. Deməli, 7-ni bilirəm ki, artıq B-dır. Deməli, zay sözündə də son rəqəm B deyil, Y hərfidir. Deməli, 7 ola bilməz. Deməli, variant olur Y bəndi. Zay sözünün kodu 364 olur. Gəldik 17-ci suala. 17-ci sualda da yenə belə bir oxlar verib, hər oxun şifrəsini müəyyənləşdirəcəm. Baxıram birinci sütuna. Birinci sütunda 2 tərəfli belə bir ox var. 2 tərəfli ox var. Və yaxud beləsinə bir tərəfli sağa baxan ox var. Aha, deməli, bir dənə təkrar olunmayan ox budur. İndi görək, həmin oxun şifrəsi hansıdır? Onu müəyyənləşdirək. Yenə baxıram variantlara. Baxıram ki, 2 dənə 1 var. Sonra 2 dənə 9-dan başlayan var. Bir dənə 7 tək qalıb. Demək ki, 7 bu 3-cü sətirdə olan oxların şifrəsidir. 7, 1, 4, 1 üzərinə yazıram. 7, 1, 4, 1. Və salam. Artıq bizə məlum olanları tapmışam və bizdən nə istəyir yerinə qoyacam. Baxıram bu 7. Bizim istənilən bu sualda həmin bu oxdan, 2 başlı oxdan yoxdur. Deməli 7 olanı silməliyəm. 7-ni sildim. Sonra baxıram ki, bu 2 başlı ox, ikinci bu 2 başlı ox 1-dir. Deməli harda o işarəni görsəm 1 yazıram. Və deməli birinci və üçüncü 1 olmalıdır. D bəndində görürəm səhvdir. C bəndində səhvdir. Birincisi və dördüncüsünə görə, üçüncüsünə görə. Bunları tapdıq. Yaxşı, A ilə Y arasında qalmışıq. A ilə Y-nin fərqi nədir? İkinci və dördüncü hərflər. Biri 8-dir, biri 9-dur, birində 4 ilə 9-dur. Artıq mənə bəlli oldu ki, sonu 9-dursa, deməli bu ox 9 imiş. Yaxşı, sonu 9-dur. 9 ilə başlayanlardan da sizə müəyyənləşdirə bilərik. Bir dənə bizə 4 ilə 8 qalıb. 4-ün demək şifrəsini bilirəm ki, elə bu sol tərəfə baxan oxdur. Deməli, 1, 4, 19. 1, 4, 19. Y bəndi uyğun gələcək. Gəldi 18-ə. Baxıram yenə. 2 dənə təkrar S hərfi, 2 dənə təkrar M hərfi, bir dənə tək olan afət sözüdür. Yenə 2 dənə 1 ilə başlayan, 2 dənə 7 ilə başlayan, tək olan 85, 34. Afətin kodunu tapdım. Yazıram afət, şifrəsinin altından yazıram 8, 5, 3, 4. Deməli, A-nın kodu 8-dir. Deməli, Maşa sözündə axırdan birincisi və ikincisi deməli 8 olmalıdır. Deməli, C-ni silirəm.
Görə hansı variantlar uyğun gələ bilər? Məsələn, B-ni silirəm, çünki ikincini 3 verib, səhvdir. Deməli, Y ola bilər, D ola bilər 8-lərə görə. Hələ ki, bunlar qalsın. Davam edirəm. F-nın kodu 5-dir. Maşa sözündə F yoxdur, 5 olmamalıdır. Onsuz da variantlarda yoxdur. Deməli, sonra davam edirik. Tapdıqlarımızdan görev var. Heç burada 3-dən 4, 5, 3, 4. Heç biri variantlarda yoxdur. Onda davam edək ki, Maşanın digər kodunu tapmağa çalışaq. Əlimdə olan A8 var bir dənə. Son rəqəminə baxa bilərəm. Son rəqəmdən istifadə edeyim. Deməli, 8, 5. F da 5-dir. F içində F olan bir dənə baxıram. Səfada var, bir də afətdə var. Başqa görmürəm. Afəti onsuz da tapmışam, səfanı da tapa bilərəm. Deməli, F 5-dirsə, içində axırdan ikincisi 5 olan, görüm hansı variantdır? Bu 7, 3, 5, 8 olan. Deməli, 7, 3, 5, 8 tapıldı səfada. Səfadan istifadə edib nəsə tapa bilərəm. Deməli, 7 S hərfidirsə, Maşada S yoxdur. Axı 7-ni silərəm, D-ni silərəm. Qalmışıq A ilə Y arasında. A ilə Y-nin baxıram, ikisi də 1 ilə başlayır. Deməli, M hərfinin kodu 1 imiş. Yaxşı, M-nı 1 tapdıq. Bizdən nə istəyir? Deməli, 2 və 9 arasında qalmışıq. 2 ilə 9-u hələ ki bilmirik hansıdır. Müəyyənləşdirək, yenə davam edək. Deməli, baxıram ki, 1 ilə başlayan, yəni M ilə başlayan maya söz var, bir də Maşa sözü var. Bizə Maşanı axtarırıq, bir də maya lazımdır. Y-nın şifrəsini tapsaq, ya da Ş-nı tapsaq, cavabı tapacağıq. Onca davam edirəm. Deməli, səfanı tapmışıq, afəti tapmışıq, üzərində yazaq. Tapdıqlarımızı indi qeyd etməyə çalışaq. Məsələn, səfada Ə hərfi var, başqa Ə yoxdur heç yerdə. S-nı tapmışıq, S tapmışıq, bu 7-dir. Saya sözündən tapa bilərəm. Başqa 7 ilə başlayan 7, 8, 9, 8 var. Deməli, Y-nın kodu 9-dur. Deməli, Maşada Y olmadığı üçün 9 olanı götürməyəcəm. Cavab olur A variantı. Yəni 1, 8, 2, 8. Gəldik 19-cu suala. 19-da nə istəyir? Yenə baxıram ki, birinci sütuna eyni qaydadır. S hərfindən təkdir. Y-dan təkdir. Hə, bu dəfə 2 dənə Q-larım var. Deməli, birinci sütunda 2 dənə Q axtarmalıyam. 2 dənə eyni hərf. 2 dənə baxıram ki, sıfırlarım var. Hə, deməli, Q-nın kodu 0-dır. Q müəyyənləşdi. Yazıram. Yarpı sözündə Q hərfi olmadığı üçün sıfırları silirəm. İçində ümumiyyətlə Q yoxdur deyə sıfır olan hamısını silirəm. Elə cavab aydındır ki, D variantı qalır. Keçsək 20-yə. Deməli, baxıram B. 3 dənə B var. Ş ilə Q təkrar yoxdur. 3 dənə 1 var. Deməli, B-nın kodu 1-dir. Qardaş sözündə B hərfi olmadığı üçün 1 olanları silməliyəm. İçində ümumiyyətlə B hərfi heç yoxdur. İçində 1 olan hamısını sildim. Cavab qalır D bəndi. Gəldik 21-ə. Deməli, birinci sütuna yenə baxıram. M. 2 dənə də N. Bir dənə tək olan T-dır. Birinci sütuna yenə baxıram. 5, 5, 8, 8. Bir dənə tək olan 9. Deməli, 9. Tunmir sözün kodunu tapdım. 9, 2, 5, 8, 0, 7. Yerinə qoyacağım. R7-dir. Mənə lazım olan R7-dir. I 0-dır. M-ni tapmışam 8-dir. T-ni tapmışam 9-dur. U 2-dir. Bir dənə N-da 5-dir. Hamısı tapıldı. Deməli, 5 ilə başlayan 5, 2 olan Y bəndi. Gəldik 22-yə. Dəryaz, Fəyyaz. Yenə baxıram. 2 dənə F-dır. 2 dənə başqa içinə yoxdur. Z-dır, F təkrar. Hə, deyə burada F da var. 3 dənə F-dır. Deməli, 3 dənə F olmalıdır. 5, 5, 5. 3 dənə 5 var. F demək ki, 5 imiş. 5 ilə başlayan lazımdır. 5-ləri saxlayacağım onda. Y ilə D-ni siləcəm. Yaxşı, davam edirəm. Fərrazı baxıram 2 dənə R təkrar gedir. Amma burada C bənlə 1 ilə 7 eyni verməyib. Deməli, C də səhvdir. Qalmışıq A ilə B arasında. A ilə B-də baxıram ki, ikisində də 5, 1 ilə başlayır. Demək ki, Ə-nin kodu 1-dir. Ə-ni tapdıq 1-dir. İndi 7, 7, 4, 4, 8, 2, 8, 3. Davam edək. F-ni tapmışıq. Deməli, 5-dir. Gəldik. Məsələn, görək haradan tapa bilərik. Son sütuna baxıram bu dəfə. Z, C-rıdır. Təkrar bir dənə Z-lardır. Onda son rəqəmlərdən 2 dənə 2 görürəm təkrar. Deməli, Z-nın şifrəsi 2-dir. Z yazıram 2-dir. Fərrad sözündə də Z hərfi olmadığı üçün 2 olan variantı siləcəm. Cavab olur A variantı. Gəldik 23-ə. 23-dən deməli, nə istəyir? Baxıram yenə birinci sütuna. B hərfindən təkrar yoxdur. Q-dan təkrar görmürəm. Q, N, X heç bir təkrar yoxdur. Hə, de burada görürəm təkrar yoxdur. Bir dənə ikinci sütunda hamısı A-dır. Onu da variantlardan tapıram ki, hamısı 3-dür deyə A-nın kodu 3-dür.
Onu yazıram ki, A3-dür, bu bizə heç nə vermir. İndi baxırıq nəyə? Birinci hərfi B ilə başlayıb, B ilə bitən yoxdur. Amma Q ilə başlayıb, Q ilə bitən var. N ilə başlayıb, N ilə bitən var. Yetəri qədər var özdə. Sonra Ç ilə başlayıb, Ç ilə bitən yoxdur. X ilə başlayıb, X ilə bitən görmürəm. Hə, yəni ki, başqa təkrar yoxdur. Bu ilə başlayan yoxdur. Ancaq bunlar var. Bu n-lar da bilmirik də hansı n-dır. N ilə başlayıb 3 dənə n ilə qutaran var. Onda mən axırıncı sütundan 3 dənə n-dan tapa bilərəm ki, n neçədir. Axırıncı sütuna baxıram ki, 5, 5, 5, 3 dənə 5 var. N-nın şifrəsi demək ki 5-dir. Axırı 5 oldu. Axırı 5 olan deməli Kamran olacaq. Yəni A-nı, D-ni sildim. 5 n-dırsa, içində məsələn 5 olan bu D variantının şifrəsini tapa bilərəm. Üçüncüsü n olan. Deməli xanlar sözüdür. X, A, N, L, A, R sözüdür. Yaxşı, deməli X 7-dir. Onda belə çıxır, bizə lazım deyil. İçində 7 olanı silməliyəm. Y getdi, çünki Kamranda X yoxdur. A 3-dür, onu bilirik onsuzdur. A-larımız 3 idi. Sonra B ilə C arasında qalmışıq. Görək B ilə C arasında fərq nədir? Onun üzərində axtaraq. Hə, elə Ç-ni tapmalıyıq. 9, 5-dir. Bir də M-ni tapmalıyıq. Hə, belə. Qalanları eynidir. 2 ilə M arasında qalmışıq. Yaxşı, R-nın kodu 2-dir. Demək ki, Kamranda 2 var. Hə, axırı onsuz da 2 idi hamısında. 235 onu bildik. A-nı yazmışdıq. L 6-dır. Yoxdur, bizdə lazım olmur. N 5-də yoxdur. Davam edirik. Bizə K ilə M lazımdır. K ilə M-nın kodu 2 olan sözlərdən biri. Bir də M olan sözlərdən birini tapsaq. Məsələn, barmaq sözündən tapa bilərik. Q-nın şifrəsini biz bilirikmi? Q-nın şifrəsini bilirik. Hardan bilirik deyin. 5-lər, axı bilirəm ki, bu n-lardır. R-nı da tapmışam 2-dir. Bir dənə Q qalıb burada. Deməli, barmağın kodu tapıldı. Onda barmaqda da M hərfi mənə lazımdır axı. Deməli, M neçədir? Axırdan üçüncüsüdür. M yəni 0-dır. Deməli, burada 0 olmalıdır. Onda bir dənə tək variant, B variantı uyğun olacaq. Davam edək. 24-cü sual. Yenə baxıram. Deməli, Ş, K, M, S, M. 2 dənə M hərfi görürəm təkrar. Sonra başqa təkrar görmədim. M-lardan 2 dənə M-dırsa, 2 dənə deməli 9-dur. M olacaq 9. Sabirdə M yoxdur deyə 9-ları siləcəm. Sonra davam edirik. Yenə baxıram. Sabirdə dedik ki, M yoxdur. Hə, içində 9 olanı belə silməliyəm. B-ni də sildim. İndi C ilə D arasında qalmışıq. Davam edək. M olan içində başqa nə var görək. Kamil sözünə M var. Ortada 9 olan. Demək, ortası 9 olan bu 8, 7 olandır. 8, 7. Yəni B variantındakı 8, 7, 9, 0, 5. Demək olar çoxunun kodu tapıldı. I 0-dır. I 0-dır. Sonra nə bizə lazımdır? A-nı bilirəm 7-dir. Hə, deməli, ikincisi 7 olmalıdır. Şu cavab tapıldı. Deməli, ikincisi 7 olan bir dənə C-dədir. Gəldik növbəti suala. Davam edək 25-ci suala. Deməli, baxıram ki, 3 təkrardır. Başqa təkrar yoxdur. Hərflərdən də baxıram, X ilə X-dır təkrar. Deməli, X-nın kodu 3-dür. Deməli, bizdən nə istəyir indi? Təzən 3-dən başlayan isə deməli, X ilə başlayanı götürməliyəm. Qalanlarını silirəm. Ya xərəkdir, ya xörəkdir. Bunu necə tapa bilərəm? Baxıram, xərəkdə ikinci və dördüncüsü eynidir. Amma xörəkdə 2 və 4 fərqlidir. Bizdə isə 2 və 4-cüsü fərqlidir. Deməli, cavab olur xörək. Yəni, fərqli olanı götürürük. 26-ya baxıram. 5, 4, 9, 6, 2 tam fərqli rəqəmlər. Ortası 8. Hə, ortasını bir dənə tapa bilərəm ki, A-dır. 8 deməli A-ymış. Bu bizə ehtiyac olmayacaq. 2, 3, 4, 1, 9 fərqli nəsə görmürəm. İndi davam edək. Baxaq görək hansı. Deməli, burada digər qayda lazım olacaq bizə. Necə? Yəni, məsələn, 4 ilə başlayıb 4 ilə bitəndə də var. Düzdürmü? Belə göstərim. Aydın olsun. 4 ilə başlayıb 4 ilə bitən var. Sonra 9 ilə başlayıb 9 ilə bitən var. Başqa nə var bizdə? 2 ilə başlayıb 2 ilə bitən var. Amma 6 ilə başlayıb 6 ilə bitən görmürəm. Sonra 5 ilə başlayıb 5 ilə bitən görmürəm. İndi mən araşdırıram. Baxıram ki, 681-in heç bir rəqəmi təkrar yoxdur. İndi eyni şey hərflərdə də eləyəcəm. Birinci baxıram, Ş ilə başlayıb Ş ilə bitən var. Sonra M ilə başlayıb M ilə bitən var. Başqa baxıram, görək hansı var yenə. Y ilə də başlayıb Y ilə bitən var.
Yenə də indi görək hansı hərfdə heç biri təkrar olmayıb xar sözündə. Deməli 681-in kodu xar sözüymüş. Tapıldı. Bizə lazım olan 8, onsuz da bilirik ki, A-da ortası A olmalıdır, aydın məsələdir. Deməli xar deyil. Sonra indi baxıram ki, deməli təkrar 4 olan, bir də başqa görək hansı var. Bir də məsələn 582-ni də tapa bilərəm. 582-nin əvvəlində təkrar yoxdur. Yəni elə bir şey tapmalıyam ki, iki tərəfdə təkrar olmasın da, bir tərəfli olsun və sol tərəfindəki təkrar olmasın. Məsələn, dam sözünə uyğun gəlirdi. Damın kodu 582-dir demək ki. Deməli, dam da deyil, 984 tapdıq. Sonra artıq D5-dirsə, D5-dirsə və M2-dirsə, M-ni tapdım ki, bu 2 ilə başlayan, deməli 2 ilə başlayan bir dənə 289 var. M-in kodu tapıldı. Y9-dursa, Y ilə başlayan yaş 984 tapıldı. Ş4-dürsə, o tapdıqda elə 984 istəyir, hə, Y bəndi. Şal da tapa bilərdik ki, 4 ilə başlayan hansıdırsa. Gəldi 27-yə. Deməli, nə istəyir burada? Yenə baxıram, görüm təkrar nəsə tapırıqmı? Hə, təkrar baxıram, bu fiqurlardır. Başqa fiqur tapmadım. Birinci üstündə yenə təkrar görürəm burada 3-lərdir. Deməli, bu şifrənin kodu 3-dür. Bunu harada görsəm 3 yazır. İkincisi 3 olmalıdır. D ilə C səhvdir. İkincisi 3 olmalıdır. Y-də düzdür. B-də səhvdir. A-da səhvdir. Bir dənə variant olur. Y bəndi. Gəldi 28-ə. Baxıram ki, bu xarsız. Yenə 2 dənə təkrar B hərfi görürəm. M, H, X təkrar yoxdur. Yenə baxıram variantlara 8, 8. Deməli, B-nin kodu 8-dir. Yaxşı, davam edirəm. B-nin kodu 8-dirsə. İndi içində B olan, axırı B ilə qutaran xarab sözü var. Xarab sözün şifrəsini tapa bilərəm 8 olan. Deməli, bu axırıncı 1, 2, 9, 2, 8-dir. Tapdım, xarabın kodunu tapdım. Axırı 8 olan. Mahir sözündə bu yoxdur. 8 silməliyəm. 8 olanları ümumiyyətlə silməliyəm. Hə, davam eləyək. Görək Mahirdə bizə nə lazımdır? R lazımdır. 9 tapmışıq. Axırı 9 olan. Elə cavab tapıldı ki, D bəndində bir dənə 9-dur. B-də yoxdur. Keçdik 29-a. Rəqs, kəsir və s. Təkrar yenə baxıram. R-lar eynidir. Sonra başqa nələr var? Ç, S, Q. Heç biri yoxdur təkrar. Aha. Deməli, indi R-ların kodunu tapa bilərəm. 3 ilə 3 görürəm təkrar. Deməli, R bərabərdir 3-dür. Qay sözündə R yoxdur. 3 olmamalıdır. 3-ü silirəm. İçində 3 olanları ümumiyyətlə silirəm. Sonra R 3-dürsə, içində axırı 3 olan kəsir sözü var. Kəsir sözünün kodu demək ki, bu axırı 3 olan bir dənə var. 9, 7, 5, 3-dür. Deməli, Ə 7-dir. S 5-dir, 2, 9-dur. Buradan istifadə edib nəyi tapa bilərik? S 5-dirsə, məsələn, B-də 5 var, amma qayda S yoxdur, 5 olmamalıdır. Deməli, cavab Y variantı. Gəldik 30-a. Baxıram birinci sütuna, yenə 2 dənə T-larım var. Deməli, Ə-dır, təkrar yoxdur. Yenə 2 dənə sıfırlarım var. Deməli, T nədir? 0-dır o zaman. Dirəkdə də 0 olmamalıdır. T-lar getdi. 0 olanları silirəm. Başqa içində T olan görək var, yoxdur. Aha, tapmadıq. Başqa 0 yoxdur. Davam edirəm. Başqa məsələn axırıncı sütuna baxıram. Axırıncı sütunda 2 dənə R-dır. Sonra N, 2, I yoxdur heç biri. Deməli, 2 dənə R-dırsa, axırıncısında 2 dənə məsələn 3 olan görürəm. Deməli, R-nın şifrəsi 3-dür. R-ları tapdım 3-dür. R-ya 3 yazıram. Üçüncüsü 3 olmalıdır. Artıq cavab bəllidir. Üçüncüsü 3 olan B deyil, Y deyil, C bəndi olur. Gəldik 31-ə. 31-ə baxıram. 2 dənə S təkrardır. 2 dənə Q təkrardır. Bir dənə D fərqlidir. Darı sözü. Deməli, darını tapa bilərəm. 2 dənə 0 yoxdur, tapmadım. Amma 2 dənə 5-dən var, 2 dənə 7-dən var. Deməli, darı sözünün kodu tapıldı. 0, 2, 6, 8. 0, 2, 6, 8. Deməli, R oldu 6. Sonra A-nı tapmışıq heç. Başqa bizə lazım olan hələ ki yoxdur. Deməli, A bəndi darıda getdi. Bizə qəsr lazımdır. Axırı indi bizə lazımdır 6 ilə bitənlər. B ilə Y getdi. 6-dan bitən qalıb ya D-dir, ya C-dir. Görək hansı ola bilər. Məsələn, 0, 2, 6, 8. 6-nı bilirəm. Görüm təkrar var nəsə burada. 7, 4, 5, 6. Yoxdur. Davam edelim o zaman. Deməli, əlimizdə var D-nin kodu. 2, 0-dır. Başqa görüm D olan var. Yoxdur. 2-nin kodu var, A-nın kodu var. Başqa A olan, qarı var məsələn burada. Bir də sarı var.
Oradan bizə nəsə tapa bilməyəcəyik, çünki 2 dənə eynidir. Yaxşı, sonra S ilə Q-nı tapa bilməyəcəyik, ayıra bilməyəcəyik. Onda o qalsın. Sonra 8, I-nı bilirik ki 8-dir. Axırı 8 olanlar, yenə biri sarıdır, biri qarıdır. Hə, onda belə çıxır ki, belə yaza bilərəm. I 8-dirsə, R-nı da yazım hazır 6-dır. R-ları yazıram 6-dır. Sonra nəyi tapmışıq? I-nı dedik. Qəsri tapmamışıq. Hə, qəsr yoxdur ələklərimizdə. Hə, səbir sözünü tapa bilərəm buradan, düzdür. Axırı R olanlardan. Biri qəsrdir. Hansıdır görək. Deməli, ya 5, 4, 9, 6, ya 7, 4, 5, 6-dır. Biri yazıram qəsrdir, biri yazıram səbirdir. Hansıdır necə müəyyənləşdirəcəm? Axırıncı hərfə görəm eynidir. Bir dənə bu q ilə s-da problem var. S hərfi elə bir hərfdir ki, ikisində də var. Birində birincidir, ikincidə üçüncü yerdə durub. Hansı rəqəm eləncəsindədir? Məsələn, baxıram 5 burada birincidir, burada üçüncüdür. Düzdür, amma 9 elə deyil. Demək ki, həmin o s elə 5 imiş. S-nın kodu 5-dir. Mənə indi axırdan ikincisi 5 olan lazımdır. Yəni cavab C variantı olur. Belə. Növbəti 32-ci suala baxıram. Deməli, 2 dənə Q hərfi, hətta 3 dənə Q hərfi baxıram. Q'larımız 3 dənə 5 görürəm. Deməli, Q'nın kodu 5-dir. Qamış sözündə axırıncı hərfi Q olmadığı üçün bu axırı 5 olanı sildim. Əvvəli 5 olanlardan biri olacaq. Davam edirəm. Yenə axırı Q olan, 5 olan, deməli bu çarıq sözünün kodudur. Üzərinə yazıram 28, 145. I-nın kodu demək ki 4-dür. Axırdan ikincisi 4 olmalıdır. B də səhvdir. Onsuz da Y də səhvdir. 5 ilə başlamadığı üçün. İndi qalmışıq A ilə D variantı arasında. Baxıram, hər şey eynidir. Bir dənə 1-dən 0 fərqidir. Yəni, 3-cü M hərfindən söhbət gedir. M-nı da tapmağa çalışaq. Baxaq görək, M qamış sözündə var. Deməli, qamış sözündə M olduğu üçün Ş-nın qiymətini Ş-nın qiymətini deməli, bilirik, yox. Q-nı bilirik, yox. I-nı bir dənə bilirəm ki, 4-dür. Görək, qamış sözünü tapa bilirik, hansıdır? Deməli, baxıram ki, I-nın koduna 4-ləri yazıram. Bir də axırı 4 olan qayçı sözüdür. Qayçının da şifrəsini hazır taparam. Axırı 4 olan, deməli, 5, 8, B bəndini köçürürəm. 7, 2, 4. Ç-nın kodu deməli 2-dir. Ç olan, olsa Ç-nı bilirdik. Bizə M-nı lazımdır. M-nı tapaq. Qamışda A-nın kodu 8-dir. Q-nı bilirik, görəm. Hə, Q da 5-dir də, bunlar 5-dir. 5, 8 olan, ortası 4 olan. Əslində tapmaq olur qamışı görək. Deməli, 5, 8, 7 olanı götürməyəcəm, çünki qayçıdır. Onu sildim onsuz da. Qarış sözündə R-nı da bilirəm ki 1-dir. Hə, üstü tapmışıq əslində. R 1-dirsə, demək içində 1 olan yox, D bəndi olacaq. 33. Deməli, 2 dənə Q hərfi yox, hətta 3 dənə Q hərfi var. 3 dənə eyni olan 3, 3, 3-dür. Q 3-dür. Demək, içində 3 olan. Axırdan ikincisi amma 3 olsun. Deməli, D-ni sildim, Y-ni sildim, C-ni sildim. Deməli, ya A-dır, ya B-dir. Sonra içində Q hərfi olan, görək, hansı söz var? Məsələn, saqi sözü var, bir də askı sözü var ki, Q'larım 3 yazıram. Yazdım. Bunları tapa bilirəm ki, biri A-dır ya da B-dir. İkisindən biridir. Amma hansıdır? Görə A ilə B fərqi nədir? A ilə S-nın elə yerindən söhbət gedir, dəyişilir. Bir də I hərfini tapsaq tapa bilərik. Aha, deməli Q'ları mən bilirdim ki, Q'larım nədir? Bir də ikinci sütuna baxıram ki, A-larım 3 dənə A var. 3 dənə 2 var deyə A 2-dir. Deməli 2 ilə başlayan olacaq. Cavab olur B variantı. Gəldik 34-ə. 34-cü sualda Kamran sözünün kodunu verib, Ramin sözünün kodunu tapın deyir. Başlayaq. R-nı, deməli 1, 2, 3, 4, 5, 6 dənədir. 1, 2, 3, 4, 5, 6 dənədir. Deməli, hərəsinə bir uyğundur. R-nın kodu, R neçəncidir? 1, 2, 3, 4-cü, 1, 2, 3, 4-cü V-dır. V ilə başlayacaq. A-nın şifrəsi ikinci A-dır. Elə balaca A-da bunu. Yəni, üzərinə yazsam H, A, L, V, A, 3. Hamısı aydın görsənər. A-dır, M-nın kodu L-dır. I-nin kodu yoxdur. N-nın kodu 3-dür. Deməli, val, bir də axır 3 olan. Valla başlasın, axır 3 olsun. Ya A-dır, ya D-dir.
Valla başda bu səhvdir. İndi ya H-dır, ya 4-dür, düzdür. İndi nə edəcəm? Baxıram ki, H hərfi istifadə olunub, Q hərfində i ola bilməz. Demək, H səhvdir, D variantı. 35-də mühəndisin kodu verib Hindistan istəyir. Elə üstünə yazaram hazır. OLX5E 7 T U daha aydın görsənsin deyə yerinə qoyuram. İndi H-nın kodu bilirəm ki, X-dır. X ilə başlayan olmalıdır. Sonra i-nin kodu görək var. I-nin kodu T-dır. İkincisi T olmalıdır. D getdi. Sonra N-nın kodu Y-dir. Üçüncüsü Y olmalıdır. Üçündə də düzdür. 7-lər də eynidir. Görə fərqli nədir? I-dən sonra başlayır. I T-dır. I-nin kodu T olan. Yəni deməli D-nı nə idi? D-nı da tapım hazır. D 7 idi. 7. Sonra i nə idi? T. 7 T gəlməlidir növbəti. 7-dən sonra T gələn B bəndi. Yox. Baxıram B-də də var, Y-də də var. Onda bir dənə A-nı siləcəm. Çünki 7-dən sonra 5 yazıb. İndi B ilə Y arasında qalmış. Görə B ilə Y-nin fərqi nədir? X, T, Y, 7 T-ları eynidir görürəm. Hətta U-cu, A-sı da eynidir. Bir dənə son hərf fərqidir. N-sı. N-ı da bilirəm də Y-dir. Axırı Y olmalıdır B bəndi. Gəldi 36-ya. Deməli, 36-da nə istəyir? Yenə eynidir. Kodların üzərinə yazıram. 7, 2, 3, 9, 7, 1, 2. Combine. K-nı axtarıram. 9, 10-u axtarıram. 1, M-nı axtarıram. Yoxdur. B-nı axtarıram. Yoxdur. 9, 1 başlayanları saxlayayım hələ. Deməli, 9, 1 fərq nədir? Baxıram. 64 axırları eynidir. Aha, deməli, axırdan üçüncüsü. A hərfi. A-nı bilsəm, A3-dür. Axırdan üçüncüsü 3 olmalıdır. D səhvdir. B ola bilər. Elə C də səhvdir, B bəndi. Keçdik 37-yə. Son rəqəm baxıram ki, ancaq 3-lər görürəm. Bir dənə 5 var. Deməli, baxıram ki, burada hər rəqəmin kodu rəqəmlə ifadə olunub. Yenə də baxıram, 4 dənə təkrar olunan 4 var. Deməli, 3-ün kodu 4 demiş. Məndən istədiyi bu 3-ün kodu 4-dür deməli. Bir dənə fərqli bu 9-dur. Yəni, bir dənə fərqli bu 5-dir. Deməli, bu 30705-in şifrəsi C bəndindəki 4, 6, 2, 6, 9 imiş. Tapdıq. Bundan istifadə edə bilərik. Deməli, 7-nin şifrəsi 2-dir axı, buraya 2 yazıram. Deməli, 2 ilə başlayan olacaq. Bunları silirəm. Növbəti 2-nin şifrəsi bilmirəm nədir. 5-in şifrəsi 9-dur bilirəm. Görək hansında uyğun gəlir. A ilə Y arasında qalmışıq. Hələ ki, hər ikisi düzdür. Axırında ikisi də 64 verib. 0-ın kodu 6 idi. Bəli. Bir dənə qalmışıq nə? 964-ləri eynidir. İkinci hərfi, yəni 2-nin kodunu tapsaq, hər şey tapılacaq. Ya 5-dir, ya 6. Təbii ki, 6 ola bilməz. 6 çünki 0-ın koduydu. Demək ki, Y bəndi səhvdir. Cavab olur A variantı. Keçəm 38-ə. A-lara baxıram, 2 dənə A var, 2 dənə Ə var, bir dənə də M var. Deməli, variantlara baxıram. 1, 1, 3, 3. Bir dənə 6 var. Deməli, adam sözün kodu tapıldı. 3, 2, 3, 6. Bizə baba söz lazım. Babada bir dənə A-larım 3-dür. Onda, deməli, ikincisi 3 olan. Bunları silirəm. İkincisi 3 olanları saxlayıram. A-nı sildim. Qaldıq, deməli, C ilə D arasında. C ilə D-də görsənir ki, B-larım eyni olmalıdır. Birinci və üçüncüsü eyni olmalıdır. Amma bizdə elə deyil. Məsələn, D-də elə deyil. 8-9 fərqlidir. Deməli, səhvdir. C variantı. 39-cu sualda baxıram. Yenə 2 dənə Q hərfi. Təkrar birinci sütunda. 2 dənə. Görək təkrar nə var? 2 var. Q-nın şifrəsi 2-dir. Deməli, içində Q hərfi olan başqa nə var görək. Baxıram ki, Bakı sözündə də var, içki sözündə də var, şəki sözündə də 2-lər var. Bizə şəki lazımdır. Axırdan ikincisi 2 olanı saxlayacağım. Y-ni sildim, A-nı sildim. Sonra D-ni də silməliyəm. 4 ilə 4 eyni ola bilməz. Ş ilə I eyni deyil. Sonra 9, 6-nı bilmirik hələ ki, 5, 4, 1, 2-ni bilmirik hələ ki, davam edirəm. Sonra K-nın kodunu tapmışam, 2-dir. 2. Ç-lara 2 yazıram. İkinci cərgədə baxsaq, başqa görək nə tapa bilirik. İkinci cərgədə görək təkrar. A-dan var, 2 dənədir. C-dan yoxdur, I-dən yoxdur, Ə-dən yoxdur. İndi ikincilərə baxıram. 4, 3,
Deməli 001 deməli 0-dır. A 0-dır. A-nın kodu müəyyənləşdi. Şəkil sözündə A yoxdur deyə 0 olmamalıdır. Yəni B səhvdir, C variantı. 40-cı sualda belə bir qarışıq şifrələr verib. Yenə eyni qaydadır. Birinci sütuna fikir verməliyəm. 2 dənə düzbucaqlıdan var. 2 dənə bu fiqurdan belə göstərim. 2 dənə düzbucaq, 2 dənə bu yumrudan, bir dənə musiqi notu var. Deməli, bir dənə olan hansıdırsa musiqi notunun kodu olacaq. 2-lərdən 2 dənə var. Yenə 1-dən 2 dənə var. Bir dənə 5 fərqlidir. Deməli, bu musiqi notu 5-dən başlayan olacaq. Yəni 5, 1, 2, 4. Bəziləri tapıldı artıq. Deməli, bu 2-lərdir. Düzbucaqlar 1-lərdir. İndi bizdən istədiyim yerinə qoyaq. 1 olan deməli dedik ki, düzbucaq olandır. Axırdan ikincisi düzbucaq. 2 olan bu yumru olandır. İçi belə. Sonra 5 olan musiqi notudur. Deməli, görə hansı variant uyğun gəlir? Başlığı yumru başlayır, musiqi notu gəlir. Y səhvdir ikincisinə görə. D da səhvdir ikincisine görə. Düzbucaqlıda axırdan ikincisi olmalıdır. C da səhvdir, axırdan ikinciden başqa şey verib. B ola bilər. Görə A ilə B-nin fərqi nədir? 4 başı yuxarı oxunmalıdır. Üçüncüsü başı yuxarı oxunmalıdır. Deməli elə A bənd uyğun gəlir. Çünki burada səhv verib. Keçdik 41-ə. Baxıram yenə. Birinci sütunda 2 dənə S var. Birinci sütunda 2 dənə 7 var. S-nın kodu tapdım ki 7-dir. İçində S olan başqa görüm fərqli tapa bilirəm. Hələ ki qalsın. Sonra indi sətir sözünün 7-sini yazıram. S-lara hazır 7 yazdım. Gəldi o birisinə. İkinci sətirdə ələr 4 dənə ədir. 4 dənə 0 var. Ənin kodu deməli 0-dır. Əyi yazıram 0. Bir dənə isə i var. İ'nin kodu da 1-dir demək. i bərabərdir 1-ə. i 1 oldu. Məsələn, i'lərə 1 yazıram. Görə i'dən istifadə edib siyasəti tapa bilərəm. İçində 1 olan bir dənə bu var. Deməli, siyasətin üstünə kodunu yazıram. 7, 1, 5, 3, 7, 0, 6. Deməli, bəzilərini tapdıq artıq. T-ni tapmışam 6-dır. R-nı buradan siyasətdə də yox tapmamışıq. Y-nı görək. 5-dir. A-mız 3-dür. N-nı bilirik. Yox. Davam edək. Siyasəti tapmışamsa sərasət də tapa bilərəm. Çünki 7 ilə başlayan bir dənə qaldı. Deməli, digəri oldu. Sərasətin üstünə yazarım kodunu. 7, 0, 9, 3, 706 yenə. Deməli, buradan R-nı tapmışam onda 9. Bir dənə də bizdə hansı N çatmır. N-nı da axtaraq cavab tapacağıq. N-nı da hardan tapa bilərik görək. Xəyanət bir də tərsanə sözündə var. T-nı biliriksə tapa bilərik. T 6-dır. 6 ilə başlayan deməli tərsanədir. 6 ilə başlayan bir dənə budur. Bizə N lazımdır onsuz da. N axırdan ikincisi 8. Deməli, N 8. İndi cəmini tapacağım. N 8. Deməli, yazıram. 7, 0, 6, 1, 9 üstə gəlsin. 5, 3, 7, 1, 8. 9 ilə 8, 17, 1 yadda. 1 ilə 1, 2, o da 1, 3. 6 ilə 7 elədi, 13, 1 yadda. 3 ilə 0, 3, o da 1, 4 elədi. Deməli, 7 ilə 5-in cəmdə 12. Görək, indi belə bir cavab varmı? 124, 337, 124, 337 A bəndi. Keçdim 42-ci suala. Nişasta sözünün kodunu istəyir bizdən. Yenə baxaq görək. Birinci sətirdə 2 dənə 5 var, 2 dənə 9 var, 1 dənə 8 var. 2 dənə Q var, 2 dənə A var, 1 dənə Ş var. Deməli, şaiqin kodu tapıldı. 8, 9, 0, 5. Bunları müəyyənləşdirdik. Onda şaiqdən sonra Ş 8-dirsə, içində 8 olan, sonra A 9-dur. A-ları 9 yazıram. I 0-dır. Sonra Q 5-dir. Nişastada Q yoxdur. İçində 5 olmamalıdır. 5 olanları silək. C-ni sildim. İkinci 0,89 gəlməlidir. Hamısında düz gəlir. Hamısının başlığı 7 ilə başlayır. Deməli, N 7 imiş. Sonra 708, 9 hamısı eyni gəlir. Bir dənə görə fərq nədir? Bəs deməli, fərq 4-lərdə eynidir. Axırlarıdır 79, 69 yoxsa 19. Deməli, fərq deməli, S da bilirəm ki 4 olur. Çünki hamısında eyni 4 gəlir. S-ya 4 yazdıq. Bir dənə T-nı bilmirik. T-nı tapsaq tapılacaq. 6 mı, 1 mi, 7 mi? 7 ola bilməz. Çünki 7 bilirik N-dır. Eyni ola bilməz. İndi 6 mı, 1 mi? Görək. 6 və 1-i tapsaq taparıq.
Deməli, nələr var əlimizdə? Ş 8-dir. Ş ilə olan. Mənə 6 1 lazımdır, düzdür? 6 burada var. Bir də bir ümumiyyətlə burada yoxdur heç. 6 burada var. T da bu sözlərin heç birində yoxdur. Demək ki, T buradakı rəqəmlərdən olmamalıdır. Məsələn, 6 varsa 6 ola bilməz. Elə rəqəm olmalı ki, içində olmasın. 1 amma yoxdur. Ona görə Y variantı. 43. Burada da eyni qaydada. Birinci üstünə baxıram, 2 dənə A-dır. 2 dənə eyni olan 9, 9. A deməli 9, 4. A-lar yazıram, 9, 9, 9. Axırıncı üstündə də A-lar hamısı 9 düz yerində. İkinci üstünə baxıram. L, S, Ə, A-dır. 2 dənə Ə-lər görürəm təkrar. İkinci üstündə görə 2 dənə 7-lər görürəm. Deməli, Ə-miz 7-dir. Ə-miz 7-dir. Sonra davam edirəm. Üçüncü üstündə Ç, T, T, L, aha 2 dənə T, 2 dənə L, bir dənə Ç-ını tapa bilərəm onda. 2 dənə 6, 2 dənə 3, bir dənə 5 var. Ç deməli 5-dir. Ç 5-dirsə 6 sözün kodunu tapdım onda. 9, 6, 5, 9 olan. Yaxşı, onda A-ları tapmışam onsuz da. L ilə Ç-ını da tapmışamsa, bəladakı bu 6-dır. Bu da 6-dır. Sonra görək nəyi tapa bilərik. T-ları bilmirik. T-ını bilmirik ki, yox. Əni bilirik, amma 7-dir. Onu da yazaq üstündən. 7, 7. Aha, davam edək. Bizə lazımdır T. Xətanı axtarırıq. İkincisi 7 olan. Xətanı tapa bilərik buradan. İkincisi 7 olan, amma elə 7 olsun ki. İkincisi 7 olan. Bu da ola bilər, bu da ola bilər. Amma yanında 6 olan bəlanın kodudur. Deməli, bəlanın kodu tapıldı. Budur, bəla. Amma bu ikincisi T olan, 7 olan, deməli, xətadır bu. Xəta. Vəssalam. Deməli, bizə lazımdır X-nin kodunu tapdı. Bizə B lazım olsun. B-nin kodu 2-dir demək ki. Sonra L lazımdır. L 6-ymış demək ki. Sonra T lazımdır. T-ni tapmışıq 3-dür. Sonra L da dedik ki 6-dır. Toplayıram indi bunları. 2, 7, 6, 9. Üstə gəlsin. 3, 9, 6, 9. 18 bir yadda. 6 ilə 6 eləyəcək. 12. İndi bir yaddan da vardı 13. 7'den 9, 16 da bir 17 bir yadda. 5 da bir 6738. Buna uyğun hərfi tapmalıyıq. 6 bilirəm ki L-dır. 7 bilirəm ki Ə-dir. 3 bilirəm ki 3-ün kodu T-dir. 8 də bilirik. Görək, yox. 8 də yoxdur. Lət hissəsi ilə başlayan A getdi. Bir dənə qalır B bəndə. Keçdik 44-ə. Sualdır. 60 sualdır. 44-ə. Deməli 44-dən eləyəcəm. Yenə baxıram ki 2 dənə 4 var. Sonra onda 2 dənə görə hansı hərf var? Z-larım var. Z-nın kodu tapıldı 4-dür. İçində 4 olan. Z-nın fərasətdə Z yoxdur. Deməli 4 olmamalıdır. Görə 4 olan varsa silim. Yoxdur heç bir variantda onsuz da. Fərasətdə baxıram ki birincisi və dördüncüsü eyni deyil. Çünki 1 ilə dördüncüsü biri F-dır, biri A-dır. Amma A bəndində ikisinə də 2-2 verib səhvdir. Sonra görək belə variant var yenə. Məsələn burada 7, 7, 7, 7, 7, 7 hamısında eynidir. O heç Ə-lərdir. Düzdür. Deməli Ə-lərim 7-ymiş tapıldı. Axırı hamısında 6-dır. Yox, hamısı 6 deyil. Diqqət baxsaq burada 9 da var. Onda tələsmirik. Sonra davam edək. Davam edək. Z-mız 4-dür. İçində Z olan bir dənə də fərq söz var. Axırı 4 ilə bir dənə tapmalıyam. Axırı 4 ilə bir dənə elə bir dənə budur. Deməli 2, 7, 5, 4 tapıldı fərzin kodu. F demək ki 2-ymiş. 2 ilə başlayan olacaq. Sonra R-nı bilirəm 5-dir. 2, 7, 5 olan. 2, 7, 5 hamısı eyni gedir hələ ki. Sonra növbəti gəlir 9. Deməli fərzdən başqa nəyi tapdıq heç nə? Aha, 9 mu yoxsa 2, 7, 5-dən sonra baxaq bir dənə. 2, 7, 5-dən sonra 9 mu? 6 mı yoxsa 6 mı yoxsa 6 mı? Hə, bunları bilmirik hansıdır. 6 davam eləyək onda. Deməli əlimizdə nə var? F-nin kodunu bilirəmsə, sərf sözünü tapa bilərəm. Axırı F olanları tapa bilərəm. Axırı F-lar 2-lərdir. Onda çoxlu 2 var, bilməyəcəm hansıdır, amma şərhi tapa bilərəm ki 2 4-lər tapılıb, bir dənə 0 olan şərhdir deməli. 17, 50. Deməli H 0-dır. H 0-dır. Fərasətdə H yoxdur. Deməli Ş 1-dir. Ş 1-dir. İçində 1 olmamalıdır. D səhvdir.
Sonra C-dır səhvdir, B bəndi. Çünki fərasətdə 1 yoxdur. Yəni Ş yoxdur. Gəldik 45-ə. Belə. Baxıram ki, nələr var təkrar burada. Birinci sütuna baxıram. N, T, S, E, A təkrar yoxdur, görmürəm. İkinci sütunda 2 dənə O-dur. Hə, başqa yoxdur. İkinci sütunda yenə 2 dənə görək nə var? 5 ilə 5 görürəm. Deməli, O-nun kodu 5-dir. O-yu yazıram 5. O-su 5 olan. İndi baxıram ki, o 5 olanlara fikir verməliyəm. Deməli, biri 1-1-2-dir. N-lar axı təkrarcıdır burada. Onlara görə 1-1 olanı nona sözün götürürəm. 6-5-0-2-ni isə toma götürürəm ki, burada t-mı təkrar getmir. Deməli, 6-5-0-2, nona isə 1-5-1-2. Demək olar bir neçəsi tapıldı. Deməli, t-ni tapmışam 6-dır, y bilinmir, m-ni bilirik 0-dır, a neçədir 2-dir, n-ni bilirik 1-dir, e-miz bilinmir, m-daki 0-dır. İndi e-ni axtaraq. E ilə başlayan bir dənə M var. M-manın A-sı 2-dir bilirəm. M-ları 0-0-dır. Görək ortası 2 dənə 0-0-2 olan bir dənə 7002 var. Deməli E 7-ymiş. E-də 7 yazıram. İndi 6702-dən çıxmalıyam 1705-i. Görək neçə qalır. 12-dən 5 çıxanda eləyəcək 7. Deməli 7. Bir onluq almışam. Burada qalıb 9. 9-dan 0 çıxanda 9 eləyir. Sonra bir onluq almışdıq. 6-dan 7 çıxanda 16-dan 7 çıxanda 9. 5-dən də 1 çıxanda 4. Görək buna uyğun hərflər. 4-ün kodunu bilmirik. 9-9-ları bilirik görək. Bilmirik 7-ləri. 7-7. Axırı 7. Axırı E ilə qutaranları saxlayacağım. Bir dənə elə B bəndi. İstəyir 46-ya. Deməli, birinci sütuna baxıram A-larım. 3 dənə A-mız var. 3 dənə 2 var. Deməli, A-mız oldu 2-dir. A-nın kodu 2-dir. Sonra A-lara baxıram ki, Sara sözündə də məsələn 2 dənə 2-lər var. İkinci və 4-cü yerdə. Onda mən də ikinci, 4-cü yerdə 2 olan 8-2-6-2-ni tapdım. 8-2-6-2. Deməli, S 8-dir. A2-dir tapmışam. A2-dir. Sonra Sarada R-ni da tapmışam ki, 6-dır. Davam edək. Sonra başqa nəyi tapa bilirik? Anar sözündə də A-ları tapa bilərəm. A2-dirsə, bu A da 2. Demək, başlığı 2 ilə başlayan, bir də axırdan ikincisi 2 olan. Başlığı 2 ilə başlayan, bir də axırdan ikincisi 2 olan. De bu ikisi. 2, 7, 2, 6. Deməli, R6-dır. Yazmışıq. N7-dir. Tapdıq. Bir dənə U qaldı, bir də L qaldı. Laləni tapa bilərik. İkincisi 2 olan A2-də axı. Sonra lalənin görək hansına uyğun gəlir. Ortası 2 olsun, birinci və üçüncüsü eyni olsun. Görək ortası 2-lərdən. Aha, deyilə budur. Birinci və üçüncü 5-5. Deməli bu 5-imiş. Buraya tapdıq 5 qaldı. U hərfi. Arzudan da U-mu taparım. A2-dir. R-ni bilirəm 6-dır. Z-ni bilmirəm. 2-6 ilə başlayan. 2-6 ilə başlayan 4-1. 4-1. Deməli U da 1-dir. Cəmini taparam. Yazıram 7, 2, 8, 2. Üstə gəlsin. 1, 6, 2, 5. 7, 10, 1 yadda. 8, o da 1, 9. Bu da 8. Kodunu tapaq. Kodunu istəmirik birbaşa elə 8, 9, 7. Məsələn. Gəldik 47-yə. Burada nə edib? Silim, hə. Baxıram ki, hər bir sözün şifrəsini variantlarda verib. Amma necə olur ki, 6 dənə hərfdir və 3 dənə rəqəmdir. Düzdürmü? 6 hərf 3 rəqəm. Onda belə çıxır ki, mən bunu hecalara ayırmalıyam. Yəni, Mahirə sözünü hecalara ayırdım. Hilaləni hecalara ayırdım. Samirəni ayırdım. Rəhiməni ayırdım. Gülarəni ayırdım. Baxacam indi hecalarla. Təkrar heca varmı? Ma hecası, hi hecası, sa, rə, gü, heç təkrar görmədim. Axırdan baxaq onda. Rə. 3 dənə rə görürəm. Axırda məsələn 3, yox. 7, 3 dənə 7 görürəm. Rə hecası demək ki 7 imiş. Harada rə görsəm olacaq 7. Demək bizdə də Gülarədə də axırı rədir 7 ilə qutaran olmalıdır. A səhvdir, B səhvdir.
Yaxşı, R 7-dirsə, 7 ilə başlayan bir dənə 783 var. Deməli, Rəhimə imiş. 7, 8, 3. M 3-dür. M 3-dürsəm, M 3-dürsəm. Görək, bizə Gülarda 3 yoxdur, 3 olmamalıdır heç. Davam edək yenə. Sonra Hi 8-dir tapmışıq. Hilaləni taparım buradan. 8 ilə başlayan 801 var. Deməli, bizə lazımdır La 0-dır. Deməli, 07 olan axırı C-bənd. Gəldik 48-ə. Deməli, baxıram ki, 2 dənə T var. Fısılı təkrar yoxdur. 2 dənə T olan, 2 dənə 4-üm var. T deməli 4-dür. Yenə 3-3-dür. Onda hecalara ayıracam. Hecalara baxaq bu dəfə. Yenə onda üstün baxaq. Fə, səlli, tə, 2 dənə tə görürəm. Onda 2 dənə 4 tə hecasıymış 4 olanlar. Başqa tə görürəm. Burada tərəzidəki 4-ümüş demək ki. Sonra başqa tə baxıram. Fətəldə də ortası 4 var. Ortası 4 olan görə hansıdır? Deyir 549. Deməli 549 imiş. Li 9-dur. Li 9-dur. Görək li var. Haradasa deyir. Ortası 9 olan. Ortası 9 olan 796 var. Deməli M 6-dır. Səy 7-dir. Harada görsək yerinə qoyaq. Var. Görək burada elə bir şey. Səy 7-dir. Tərəzidə səy yoxdur da. 7 olmamalıdır. 7-ni silirəm. 4 ilə başlamalıdır. Bunları silirəm. Ya 431-dir, ya 409. Görək 9-da bilirəm axı li-dir. Li yoxdur tərəzidə. Silirəm. B-bənd. Gəldik 49-a. 49-a nəyə fikir verməliyəm? Təkrarlara. Məsələn, A burada var, burada var, bir də burada var. Görək hansında bu formada verib. Məsələn, 2, 2, 2. Burada da 2 var, hətta artıqdan düz gəlmir. Sonra 8, 8, 8. Hə, düz gəlir. Ola bilər, hələ ki qalsın. C-də 0, 5 düz gəlmir. Yan-yana eyni yerdə olmalıydı, səhvdir. Sonra D-yə baxaq. 4, 4. Burada olmalıydı A-mız. Eynisi 4 səhv yerə veriblər. Deməli, D səhvdir. D, yəni 4, 4 belə olmalıydı. Sonra 5, 5, 5. Hə, ola bilər. B ilə Y arasında qalmışıq. İndi davam edək. Başqa Z-lara baxıram ki, eyni olmalıdır. 7, 7, 0, 0 ola bilər. Başqa görə. Bir də burada hərci səhv görsənir. 7 burada da var, amma burada yoxdur. Burada da Z yoxdur, olmamalı. Bu O-dur, fərqli hərfdir. 7 olmamalıydı, səhvdir. Cavab olur Y variantı. Gəldi 50-ci suala. 50-ci sual qrafikdir. Birincini nümunə kimi bizə verib ki, ikinciyə tətbiq edə bilək. Nümunəyə əsasən baxacağıq. Deməli, məsələn, nədir? İ-nin kodunu tapmalıyıq. İ-nin kodu nədir? Baxıram ki, İ hansı 2 ədədin kəsişməsində yerləşir? 4 ilə 5-in. Deməli, 4 ilə 5. İ-nin yazıram koordinatları 4 və 5. 4 ilə 5-in cəmici 9. İ 9. Keçirəm Q-nun kodunu. Q-muz neçədir? Q 6 ilə 1-in kəsişməsində yerləşir. Q yazıram 6 ilə 1. Yerini dəyişdim, amma görsənir yazaq. 1, 6 yazaq. Çünki birinci X oxu yazılır. Onda Q cəmi 7 edir. İ də bilirəm 9 üstə gəl. Ü-nün kodunu axtaram. 3 ilə 1 elədi 4. C-nin kodu görək hanı. 4 ilə 2, 6 bərabərdir. A-nın şifrəsi 1. Bax, koordinat oxunun üstündədir. X oxunun üstündədirsə, X-i 1-dir, Y-i 0 demək ki, 1 ilə 0-ın cəmi 1 edir. A 1-dir. L koordinat başlanğıcındadır, 0, 0-dadır. Cəmi 0 elədi. T hardadır görə? T buradadır. 1 ilə 1-in kəsişməsində. Cəmi 2 edir. I hərfidəki görək hanı buradadır. 2 ilə 3-ün kəsişməsində 5. Həqiqətən də 979-sa 46 gələndə 1025 ödəyir. Demək, birinciyə əsasən biz qaydanı müəyyənləşdirdik və ikinciyə tətbiq edəcəm həmin qaydanı. İndi məsələn verib qolxunu verin cəmi. Başlayaq B-dan. B-nin şifrəsi 1 ilə 3-ün cəmi 4. Deməli 4. O-nun şifrəsi 4 ilə 0 edir 4. L-nin şifrəsi 2 ilə 5, 7. T-nınki görə T nə ilə nəyin kəsişməsi 4 ilə 4-ün 8 edir. Üstə gəl. O-nun şifrəsini axtarıram. O 3 ilə 1-in elədi 4. B-nin şifrəsi 1 ilə 3 elədi 4. E-nin şifrəsi 6 ilə 3 cəmi 9 elədi. R-nin şifrəsi 2 ilə koordinat başlanğıcı deyil, 2 və 0-dadır. Koordinat başlanğıcı deyil, X-in üstündədir sadəcə. X-i 2-dir, Y-i 0-dır. 2, 0, yəni cəmi 2 edir. Şu hamısını tapdıq. Qaldı cəmini tapmaq. Toplayaq 4, 4, 7, 8, üstə gəl 4, 492.
10 edir bir yadda. 16 da bir 17. 8 o da bir 9. 4'dən 4'də 8970. İndi buna uyğun hərfləri tapmalıyıq. Başlayaq nədən? Birinci hərf məsələn t-lara baxıram. Görək t-nın kodu nədir? T 4 ilə 4 8 ola bilər. Sonra x-ları axtarıram. X-nın şifrəsi. X 6 ilə 1 7 edir, 8 eləmir. Deməli x ilə başlamamalıdır. D səhvdir. Sonra davam edək yenə. Məsələn, nəyi yoxlamalıyıq? N ilə m-nı yoxlayaq. N-nın şifrəsi 1-dir. N ola bilməz demək ki, səhvdir. M-nın şifrəsi. M baxaq harda verilib. Heç M-nın şifrəsini görmürəm. Yoxdur. O qalsın. Onda davam edək. İkinci hərflərə baxaq. İkinci hərflər üçündə də görürəm ki, A-dır. Onu tapa bilməliyik. Onda üçüncü hərflər, yəni də eynidir. Üçüncü hərflər birində x-dır. X onsuz da 7 idi. Bu düz gəlir. Üçüncü hərf bunda ş-dır. Ş 6 verib burada. Səhvdir, maşın getdi. Üçüncü hərfi ç verib. Ç-mızın şifrəsini görək tapırıq. Yoxdur. Ç hərfi ümumiyyətlə yoxdur. Dördüncülərə baxıram. Məsələn, taksidə görürəm ki, 1, 2, 3, 5 hərf var. Bizə 4 rəqəm var axı. Deməli, cavab olur taksi. Birinci, yəni A bəndi olan. Gəldi 51-ci suala. Dəqiqə görəm. 51-ə baxaq. 51-də baxırıq ki, bizdən kodları verib. Məsələn, üçbucaqla başlayan deməli hansılar ola bilər? Sonra dairə, sonra üçbucaq, yenə dairə. Aha, bunu hissələrə ayırmalıyıq mütləq. Və ən axırda görürəm 2 dənə dairə mütləq ki, bu L olacaq. Sonra bunu da üçbucaq, dairə, üçbucaq belə ayırsam P hərfi olacaq. Çünki tək N götürsəm, sonra dairə ilə başlayan dairə, üçbucaq deyə bir şey baxım yoxdur. Bir variant, elə bir şey yoxdur. Sonra da bu P-dır. Sonra nə gəlir? 2 dairəm var. 2 dairəmi L kimi ayıracağam. Bu da L-dır. Bir dənə üçbucaqda məcbur N yazacağam. P, L, N, L. Bəndi. Gəldi 52-yə. 52-də baxıram yenə simvollara görə eyni təkrar nə var? Baxıram ki, birinci sütunda görə təkrar nəsə görürəm. Birinci sütunda təkrar görmürəm. İkinci sütunda baxıram, görmürəm. Burada yerinə baxaq da bərabərlik məsələn buradadır. Görə indi variantlarda. Axırdan üçüncüsü məsələn 0 ilə bu 0 eynidir, düzdür. Bu 0 ilə 0 eynidir, düzdür. 0, 0, düzdür. 0 yeri düz gəlir. Düzdür. 0 ilə 0 düzdür. Başqa yerdə artıq o 0-dan olmamalıdır. Elə bir şey varsa silim. Yoxdur, elə bilirəm. Aha, davam edirəm. Sonra bu çöp işarəsindən görürəm ki, eyni var burada, bir də burada var. Görək variantlarda, məsələn A-da. Deməli, o çöpün yerinə eyni olmalıdır. 6 ilə, səhvdir. Məsələn, 6-nı burada veribdi, 6-nı, amma çöpü musiqidən sonra vermişdi. Səhvdir, A bəndi. Sonra görək burada uyğun gəlir. 6 ilə 6. Burada hələ ki düz gedir. 6 ilə 6 düz gedir. Başqa artıq yerdə də 6 olmamalıdır. Sonra 6 və 6 burada səhvdir, yanaşı verib. Sonra 6, 6 yeri səhv verib. Bizim 6-mız necə olmalıdır çöplərimiz? 6-ya baxmayaq da onda deməli yenə də səhvdir, amma məsələn bu qıraqdakına fikir verək. 8, bu da yenə 6 verib də düz gəlmir. Hər halda düz gəlmir. Qaldıq B ilə C-nin arasında. Görək B ilə C arasında fərq nədir? Fərqi əsasən tapa bilərik. Görək 2, 4, 9, 5. Məsələn, ürəkdən tapa bilərik. Ürəyin görək təkrarı harda var? Burada, bir də başdadır. Başda deməli 4 olanda bura 4 olmalıdır, düzdür. Burada amma başı 4-dür, burada 2 verib düz gəlmir. C səhvdir, cavab olur B variantı. 53-ə baxıram. Yenə eyni qaydadır. Təkrarları axtarıram əvvəlcə. U-lara baxıram. 1 burada, 1 burada. 3 dənə U-muz olmalıdır belə eyni cərgədə. Eyni yerləri işarələyirəm. Görək 4, 4, 4 düz gəlir. Amma burada səhvdir. 3-ləri ardıcıl verib, səhv istiqamətə verib. 1, 1. Belə olmalıydı. Səhv verib yenə. 1, 1, 1 ola bilər. 8, 8, 8 ola bilər. Qalmışıq A, Y, C arasında. Sonra məsələn T-ları işarələmək istəyirəm. T-ları görək hardadır eyniləri. 6, 6, 2 olmalıdır. Bir də axırdan ikinci. 7, 7, 7 ola bilər. 7, 7, 7 ola bilər.
7 ola bilər. Hə, hələ ki tığlarım düz gəlir. Fərqli sonra məsələn r-lara baxa bilərəm. R-ların biri burada, biri burada, biri də buradadır. Bu üçlüdür. Görək düz gəlir. 5, 5, 5 düz gəlir. Sonra hardadır? Məsələn C-yə baxmalıyıq da 6, 6, 6 düz gəlir. Hə, J-də səhv gəlir. Çünki burada 3-dür, burada 9, 9 səhvdir. Qaldıq A ilə C arasında. A ilə C-də 0-lara baxa bilərəm. H-larım 0, 0 düzdür A-mız. Amma burada 8 ilə 5 verib fərqlidir, səhvdir. Cavab olur A bəndi. Gəldi 54-ə. Deməli, Tarzan sözünün kodunu istəyir bizdən. Yenə birinci sütuna baxaq görəyim. Üçüncü, axırıncıya baxa bilərəm. N-larım çoxdur. 4 dənə N hamısı 7 verib. Axırı 7 ilə qutaram. Bir dənə R fərqlidir. Deməli, R 3-dür. Rüzgar sözün kodunu tapdıq. Onun üstüne yazıram. 3, 4, 9, 5, 2, 3. 2, 3. Aha. Deməli, 3 R-dır. Tarzanda üçüncüsü 3 olmalıdır. A səhvdir. Sonra B səhvdir. 3 yoxdur. Y səhvdir. Üçüncüsü 3 deyil. D ilə C arasında qalmışıq. D ilə C-nin fərqi. Bu 4 ilə 4 eyni ola bilməz. Çünki burada A ilə Ə-dir. Deməli, cavab olur C variantı. Yenə baxıram A-lara. 2 dənə A, 2 dənə N, bir dənə yox, düz baxmıram. 3 dənə N-dır, 2 dənə A-dır. Onda 3 dənə 0, 0 var. Deməli, 3 dənə olan N-larım 0-dır, 0-dır. Axırı 0-dır. A-larım da 2 dənə olan 4, 4 yazıram. 4, 4. Aha. A-larıma 4 yazıram. Vəssalam. İndi davam edək, görək. İkincisi 4 olsun. Məsələn, D səhvdir, axırı 0 olmalıdır. Və 4 0-ı hazır tapım. B səhvdir, 4 verməyib. Y də səhvdir, 5 verib ikincidə. Bu da səhvdir, axırı 0 deyil. Labənd. Gəldi 56 bayaqçıdır. Birinci nümunədə ikincisini tətbiq edək. Yenə eyni qayda. D-nin kodu 1 ilə 0-ın kəsişməsi 1-dir. Ü-nin kodu görək. Ü-nin şifrəsi hanı? Ü. Ü-nü görmürəm. Hədir burada. 5 ilə 2-nin cəmi 7-dir. N-nin şifrəsi 3 ilə 1. 4-dür. Ə-nin şifrəsi. Ə-miz 2 ilə 1-in cəmi eləyəcək. 3-dür. N-nin şifrəsi 1 ilə 3 elədi. 4. Toplayaq C-ni. C 5 ilə 0 5-dir. E-miz hanı? E. 5 ilə 4-ün cəmi 9-dur. C-nin şifrəsi. C-yə baxaq görək. C hərfinin kodu. Deməli, C-ni görüm, tapmıram. Hədir burada. Koordinat başlanğıc 0, 0-dır. Ə-nin şifrəsi 2 ilə 1, 3-dür. Cəmin tapaq. Deməli, 17434-ün üstünə gəlirəm. Deməli, 5903-ü. Eləyir 7, 3. Deməli, 4 ilə 9, 13. Bir yadda. 7 ilə 5, 12, o da 1, 13. Bir yadda 2. Görək, hansı variantı uyğun gəlir. Görək, düz getdik. Deməli, D-nin şifrəsi 1 eləmişdi, düzdür. Ü-nün şifrəsi. Baxıram, 5 ilə 2, 7 idi, düzdür. N-nin şifrəsi. N-yə baxaq. N-nin şifrəsi hanı? 3 ilə 1-in cəmi 4-dür. Sonra N-nin dediyi 4-dür. Ə-ninki baxıram. 1 ilə 2, 3-dür, düzdür. N yenə 4-dür. 1734 üstə 17430 üstə gəlsin. C-nin şifrəsi. C hanı 5-dir. E hanı? Deməli, E-miz 5 ilə 4-ün cəmi 9-dur. C-miz 0-dır. Ə-miz 3-dür. Hanı Ə-miz? Düzdür. Cəmi görə düz topladıq. 4 ilə 7. 3 ilə 0, 3. 4 ilə 9, 13. Bir yadda. 7 ilə 5, 12 da 1, 13. Bir yadda 2'ye görə variantı uyğundur. Deməli, başlayaq birinci. Neçə dənə hərf var? 1, 2, 3, 4, 5 dənə. Aha. 5 dənə tapmalıyıq. Başlayıram birincidə A-dan. S hərfi. S-nin kodu görə. 1 ilə 1-in cəmi 2 eləyir. 2 ilə başlayır. Ola bilər. C-nin kodu görə. 0, 0-dadır bu. Ola bilməz. 2 ilə başlamalıdır. Bu S ola bilər. Sonra indi D ilə C-yə baxaq. D. D-nin kodu nə idi burada? 1-dir. 1 ola bilməz. C-nin kodu 5'dir. O da ola bilməz. Ya A-dır ya da C-dir.
Ə ilə A-nı tapmalıyam. Ə 2 ilə 1-in cəmi 3-dür. Ola bilər Ə. A-nı da yoxlayaq. 4 ilə 0 4-dür. A ola bilməz. Deməli C bəndi. Keçdik 57-yə. 57-də deyir ki, rəqəmlərin yeri dəyişik verilib. Bu dəfə diqqətlə nəyə fikir verməliyəm? Baxmalıyam ki, məsələn, da birinci sütun, ikinci sütun baxa bilməyəcəm də, yerlərini də dəyişik verib. Onda mən təkrar hərfləri axtarıram. Maddədə görürəm təkrar nəsə yoxdur. Bir dənə lələ sözüdür ki, təkrardır. 2 dənə L var, 2 dənə Ə var. Deməli, mən elə variant axtarmalıyam ki, 2 dənə təkrar cütlüyüm olsun. Məsələn, 5-2, 5-2 burada var. Deməli, L ilə Ə-nin şifrəsini bilirəm. Biri 5-dir, biri 2-dir. Amma hansı 5-dir, hansı 2-dir bilmirəm. Çünki yeri dəyişilmiş ola bilər. Belə sıra ilə lələ olmaya da bilər. Çünki şərtdə deyir ki, yeri konkret dəyişilib hazır. Yaxşı, indi maddə sözündə L ilə Ə-yə baxaq, fikir verək. Maddə sözündə təkrar hərf yoxdur. Deməli, A bəndi ola bilməz. 4-4 təkrar gedir. Sonra 5 ilə 5 ola bilməz. Y səhvdir. Sonra davam edirik. İçində maddə sözün L ilə Ə-dən biri var, biri yoxdur. Yəni 5 ilə 2-nin biri olmalıdır. Baxıram ki, B bəndində ikisi də var, səhvdir. Biri mütləq olmalıdır. D-da 5-2-nin heç biri yoxdur, səhvdir. C bəndi doğrudur. Gəldi 58-ə. Burada yenə baxaq görək, təkrar nəsə tapırıqmı? Baxıram 2 dənə T hərfi. Təkrar məsələn, tarla sözündə 2 dənə A-dır. Təkrarları yazaq ki, aydın görsənsin. 2 dənə A-dır, başqa təkrar yoxdur. Miras sözündə miras yoxdur, təkrar görmürəm. Tarix sözünü görmürəm. İqlim sözündə 2 dənə i-lər təkrardır. Başqa təkrar yoxdur, misalda da yoxdur. İndi davam edirəm. Tarla və iqlim sözünü tapa bilərəm variantlardan. Görək təkrar 2 dənə hansında var. Məsələn 9-9-u görürəm, bir də 4-4-ü görürəm. Deməli ya 9 ilə 4-ün hansısa biri A-dır, hansısa biri i-dir. Deməli biri 9-dur, biri 4-dür. Amma hansıdır bilmirik. A ilə i-nin ikisi də var mirasda. Deməli ikisi də 9 ilə 4-ün olmalıdır və təkrar olmamalıdır. Deməli Y ilə C onsuz da deyil. 9-4-ün ikisi də olmalıdır. A, B ola bilər. Bu da ola bilər. Bu hamısında da var. 9 ilə 4 var. Yaxşı, davam edək sonra. İçində i və A olanlardan görək başqa nə var? Hamısında elə bilirəm i ilə A var, digərlərində var. Davam edək onda, görək bizə nə qaldı? Yerdə qalanlardan nəyi tapa bilirik? 4-9 təkrar baxıram, yoxdur nəsə. İndi davam edirəm. Miras sözündəki hərflərə baxıram. I ilə A-nı da atıram, i A-lara fikir verməyəcəm. Qalan hərflərə baxıram. M, R, S qalıb, düzdür. M, R, S. Burada T, R, X qalıb. Burada nə qalıb? M, S, L qalıb. İkisində görürəm ki, ikisində də bax, M, S təkrardır, M, S təkrardır, M, S təkrardır. L ilə R fərqlidir. Hansı variantlarda elə oxşar var, onu tapmağa çalışacağım indi. Deməli, baxıram, o 9-4-ü silməliyəm, çünki i ilə A-dı bilirəm onlar. 9-4-ü sildim. Yerdə qalanlardan 1-2-8, 2-7-8, 6-5-7. Deməli, M-sını tapdım da artıq 1-8-dir də ikisində də olan. 1-8 yox, daha doğrusu 2-8. İkisində çünki 2-8. Burada da 2-8. Burada 2-8-dir. 2-8 deməli M-sıdır. Yenə hansıdır bilmirəm. Mirasda da M da var, S da var. Deməli 2-8 olanlardan biridir. B deyil. B deməli TRX-nın kodudur. 6-5-7. TRX. TRX-da bir dənə R-dır. Həm də M-rısı mirasda da həmin o R var. Onu da tapa bilərəm. Görək onda hansı olacaq? X yoxdur, T da yoxdur. M-sılıda isə həmin o hərf yoxdur. Görək hansıdır o. Məsələn, burada 1 qalıb bir dənə istifadə eləmədim. Burada 7 qalıb, düzdür. 1 ilə 7. 1 B variantında yoxdur, amma 7 var. 7 var deyə deməli həmin o 7 R hərfidir. Deməli R 7-dirsə içində mirası 7 olanı götürməliyəm. Olacaq D variantı. Gəldi 59-a. Deməli yenə eyni qaydada baxıram sözlərə. Əsəbdə 2 dənə ə-dir. Nərədə 2 dənə ə-dir. 2 dənə ə olanlar burada yenə var. Bir də amalda da 2 dənə a var, düzdür. Heç nə təkrarı olmayan bir dənə dəri söz. Dərini tapa bilərəm onda. Variantlara da yenə baxıram. 2 dənə 3-3-üm var. 2 dənə 3-3-üm var. 3-3 var yenə. 4-4. Aha, fərqlidir bunu.
Belə eləyək. Bir dənə 705-də təkrar etdən yoxdur. Deməli, dəri sözünün kodu tapıldı. Amma yeri təbii ki, dəyişilib. Hansı hərf hansıdır bilmirəm. Əsəb sözündə bir dənə ə var. Bu içində tapdıqlarımızdan. Dəridə olanlardan bir dənə ə var. İndi 7-3-5-2-dən görə burada hansısa təkrar olan var. Çünki əsəbdə ə təkrardır. Deməli 7 baxıram təkrar ya 3-dür ya 4 olmalıdır. Dəridə də bir dənə 3 var. Deməli ə 3-ümüş. Əni tapdım 3-dür. 4 ola bilməz. Deməli 4 amalın koduydu da. A'lar 2 dənə var axı. A deməli tapdım ki 4-dür. İçində 4 olmamalıdır. 3 olanlardan birini götürəcəm. Dəri sözünə 7-3-5-2, 3-dən başqa 7-5-2-nin heç biri əsəbdə yoxdur. Onda içində 7-5-2 olanı siləcəm. 2 məsələn D-də var, səhvdir. D, burada da B-də də 2 var, səhvdir. Bir dənə A variantı qalır. Olur 59-da A. Gəldi 60-a. Yenə baxıram. Birinci. Nələrə fikir verirəm. Təkrar yenə axtarıram. Ələrim 2 dənə ə var kələmdə. 2 dənə ələrim yenə var, görək. Yoxdur. Sonra gəldi saman sözündə 2 dənə A var. Bir də şirin sözündə 2 dənə i var. Təkrar başqa nəsə görmürəm. Əla. Deməli, indi görək variantlarda bu formada. Sirkəyə bir dənə diqqətlə baxın, yoxdur. Samurada da, məsələn, i ilə ə var ikisində də, amma təkrar eyni deyil də. İndi variantlara baxaq görək, 2 dənə eyni hərf. Məsələn, 3 var. Sonra 0 var. Burada başqa rəng edeyim. 0 var. 4 var. Bunlar artıq bəllidir ki, biri şirindir, biri samandır, biri kələmdir. Yerdə qalanları siləcəm. Niyə? Çünki içində şirində i'lərim təkrardır. C ilə D-ni sildim. C ilə D-nin biri sirkədir, biri səmradır. Ortaq hərflər nədir? Ə ilə ələri ortaqdır, bir də s-ları ortaqdır, bir də r-ları ortaqdır. Görək başqa nə yoxdur ortaq. İ2, bu da m, a fərqlidir. Aha. Yaxşı, 3 dənəsi indi 3 fərqlidir. Onda bu qalsın hələ ki. Sonra baxıram, fikir verirəm ki, şirin sözünün 2 dənə i'miz nədir? Həmin o i başqa harda var, ona fikir verməliyəm. Həmin o i elə bir hərfdir ki, həmin o sildiyim sirkə ilə səmranın içində olmalıdır. Amma ikisində təkrar olmamalıdır, ortaq deyirlər. Sildiklərimə fikir verim, görüm ikisində də ortaq olmayan hansılar var. Məsələn, ortaqları silərəm, rahat tapmaq üçün. Ortaqları silək. Nəyi siləcəm? Bu sildiklərimdən. Demək, 5-i sildim, ikisində də var. 1-i sildim, ikisində də var. 4-ü sildim, ikisində də var. 9 üstünə 0-7 qalıb. İkisindən biridir i. Deməli, i bilirəm ki, ya 4, ya 0, ya 3 təkrar olub. Bax, 3, 0, 4. Bunlardan biridir. Həm də bilirəm ki, 0, 7, 9, 3. Bunlardan biridir. Üst-üstə düşən olmalıdır hər halda. Deməli, 9 ola bilməz. 9 ola bilməz i. 9 deyil. Sonra 0 ola bilər, 3 ola bilər. 7 ilə 4 üstə düşmür deyə deyil. Ya 3-dür, ya da 0-dır. İndi diqqətlə fikir verək görək. Hansı ola bilər? Baxaq 3-dən 0-a fikir verək. Burada yenə sirkə ilə səmuraya baxıram. Görüm i-dən başqa fərqli hansı qalıb burada? i, bir də deməli, nə var burada? 3-dən 0 saxlamışam da, onda nağdı yeni də silirəm. A ilə B arasında qalmışıq ki, daha dəqiq baxaq. Deməli, birində 3 donsuzda, birində 0-dır. Fərqli nə var? 1, 2, 8, 9, 5, 2. Aha. Deməli, görək, davam edək. Hə, sirkədə i'miz var. Sonra nəyimiz var? R hərfi var. R aşağıda da var idi, səmrada var idi. Onda eyniləri bir dənə silim. R getdi, səmrada da var, burada da var. S-larım getdi. Sonra ələrim getdi. I ilə 2 qalmışdı. Burada da M ilə A qalmışdı. Aha. Deməli, bizdə 0-3-lərin arasında qalmışıq da. 9-ları sildim onda, 7-ni sildim. 0-3-dən biri. Hansısa biridir. Deməli, baxaq görək, başqa nəyi tapa bilirik? Şirin sözündə R hərfi var. Digərlərində də baxıram ki, 0 olan. 0 olan içində digər R-ımız da var deyə ortaq olan 0-dır. Elə i-nin kodu deməli 0, 0 olacaq. Deməli, cavab olacaq B variantı. Şifrələrdən bu qədər.